düzgün qidadan başlayır. Ürək sağlamlığı üçün endotel progenitor hüceyrələrini, qısaca EPH, necə artırmaq olar? Necə gənc ürəkli qala bilərik? Qan damarlarımızın özünü bərpa etmə qabiliyyəti, sümük iliyimizdəki kök hüceyrələrdən yaranan endotel progenitor hüceyrələrindən asılıdır. Onlar damarların daxili təbəqəsində zədələnməni yamayaraq qanın problemsiz axmasına kömək edirlər. Qanda bu hüceyrələrin az olması, damar xəstəlikləri ilə, məsələn, erektil disfunksiya ilə əlaqəlidir. Yüksək səviyyədə olması isə ürək-damar xəstəliklərindən ölüm riskini xeyli azaldır. Amma onları necə artırmaq olar? Əvvəlcə səbəb-nəticə əlaqəsini aydınlaşdıraq. Periferik damar xəstəliyi, yəni ürək və beyindən kənar damarlarda daralma ilə xarakterizə olunan qan dövranı pozğunluğu olan kişilər və qadınlar üzərində randomizə, ikiqat kör, plasebo nəzarətli tədqiqat aparılıb. Onların ayaqlarına qan aparan arteriyalar o qədər zədələnmişdi ki, təxminən 1 dəqiqə gəzdikdən sonra əzələləri oksigen çatışmazlığından ağrıya başlayırdı. Hər iştirakçının bir ayağına öz sümüyüliyindən çıxarılan hüceyrələr, digər ayağına isə öz qanından götürülən hüceyrələr nəzarət üçün yeridilib. Nəticədə sümüyüliyi hüceyrəsi vurulan ayaqda ağrısız gəzinti müddəti əhəmiyyətli dərəcədə uzanıb və ayağını itirmə riski azalıb. Periferik damar xəstəliyinin ağır mərhələsində 6 ay ərzində 10-40% amputasiya riski olur. Nəzarət qrupunda 14% böyük amputasiya keçirdi. Amma sümüyüliyi hüceyrəsi verilən qrupda bu göstərici 0% idi. Bu, yüksək EPH səviyyələrinin ürək-damar xəstəliklərindən ölüm riskini azaltmasının təsadüfi yox, səbəbli ola biləcəyini göstərir. Bəs, böyük iynə ilə sümüyüliyinə girmədən EPH-ı necə artıra bilərik? Ən vacib addımlardan biri siqareti tam tərk etməkdir. Azaltmaq kifayət deyil. Bir qutuda 20 siqaret var. Əgər günə cəmi 1 siqareti çəkirsənsə, məntiqlə elə bilməlisən ki, tam qutudan 20 dəfə az riskin olacaq. Amma 100-dən çox araşdırmanın meta-analizinə görə, günə 1 siqareti çəkmək belə ürək-damar xəstəliyi riskini demək olar ki, tam qutu çəkməyə yaxın, təxminən 10 dəfə artırır. Yəni, ürək və beyin üçün siqaretin təhlükəsiz dozası yoxdur. Hətta passiv siqaret tüstüsü belə qandakı EPH səviyyəsini azaldır. Randomizə nəzarətli tədqiqatlar göstərir ki, idman EPH-nı artırır. Məsələn, orta yaşlı və yaşlı hərəkətsiz kişilər üzərində aparılan bir araşdırmada 3 aylıq orta intensivlikdə aerobik idman, əsasən gəzinti, bəziləri fitləndikcə hətta yüngül qaçışa da keçir, qan dövranında EPH-ların 2 dəfə artmasına səbəb olub. Yəni, müntəzəm aerobik idman damar yaşlanmasının qarşısını almaqda birinci dərəcəli strategiya sayılır. Bəs, qidalanma necə təsir edir? Randomizə nəzarətli tədqiqat göstərib ki, doymuş yağların, əsasən kərə yağı, azaldılması EPH səviyyəsini artırır. Bu, babun meymunları üzərində aparılan araşdırma ilə də uyğun gəlir. Yüksək xolesterinli və yağlı pəhriz bir neçə həftəyə belə damar hüceyrələrinin vaxtından əvvəl qocalmasına səbəb olur. Fərdi qidalar arasında EPH-nı artıranlar giləmeyvələr, soğan və yaşıl çaydır. Tam bitki əsaslı pəhriz isə təkcə EPH-nı artırmır, həm də damar funksiyasını yaxşılaşdırır və LDL xolesterini salır.